Salam hörmətli dinləyicilər. Bugünkü mövzumuzda inflyasiya və deflyasiyanın mahiyyətini və bu iki anlayışın iqtisadi sabitliyə necə təsir etdiyini birlikdə araşdıracağıq. İnflyasiya nədir? Gəlin əvvəlcə görək, inflyasiya nə deməkdir? İnflyasiya ölkədə mal və xidmətlərin ümumi qiymət səviyyəsinin davamlı şəkildə artmasıdır. Başqa sözlə desək, eyni miqdarda pul ilə əvvəlki qədər məhsul almaq olmur. Çünki qiymətlər qalxır, pulun alıcılıq gücü azalır. İnflyasiya bazarda tələb təklifdən çox olanda yaranır. Yəni insanlar daha çox məhsul almaq istəyir, amma bazarda kifayət qədər məhsul yoxdur. Bu zaman qiymətlər yüksəlir. Diqqət etməliyik ki, qiymətlərin hər cür artması inflyasiya sayılmır. Bayram qabağı bahalaşma, məhsulun keyfiyyətinin yüksəlməsi və ya istehsal xərclərinin artması bunlar fərqli hallardır. Əsl inflyasiya bazarda ümumi qiymət səviyyəsinin davamlı artmasıdır. Yəni tələblə təklif arasında balans pozulursa, qiymətlər geniş miqyasda qalxır. İnflyasiyanın növləri və səbəbləri. Əsas iki növü var: tələb inflyasiyası və təklif inflyasiyası. Gəlin hər birini ayrı-ayrılıqda izah edək. Tələb inflyasiyası nə deməkdir? Bu inflyasiya o zaman yaranır ki, insanlar daha çox məhsul və xidmət almaq istəyir, amma bazarda o qədər məhsul yoxdur. Belə ki, çox pul, az məhsul olur. Nəticədə qiymətlər yüksəlir. Məsələn, dövlət müəllimlərin maaşını artırır. Əhali daha çox alış-veriş etməyə çalışır, amma məhsul azdır. Qiymətlər qalxır. Təklif inflyasiyası nədir? Bu inflyasiya isə istehsal xərcləri artdıqda baş verir. Əmək haqqı, enerji, xam mal və vergilər bahalaşır. İstehsalçı bu xərclərin məhsulun qiymətinə əlavə edir. Nəticədə qiymətlər artır. Məsələn, neftin dünya qiyməti qalxır. İdxal olunan yanacaq bahalaşır. Daşıma və istehsal xərcləri artır. Mağazalarda məhsulların qiyməti yüksəlir. İnflyasiya növünü müəyyən etmək iqtisadi siyasət üçün çox vacibdir. Çünki hər növ inflyasiyanın qarşısı fərqli yollarla alınır. İnflyasiyanın sürətinə görə növləri. İnflyasiya həmişə eyni tipdə baş vermir. Bəzən yavaş-yavaş, bəzən sürətlə, bəzən isə tam nəzarətdən çıxmış formada ortaya çıxır. Gəlin onun 3 əsas formasını sadə şəkildə izah edək. Birinci növ, mülayim inflyasiya. Bu zaman qiymətlər il ərzində 10%-dən çox artmır. İstehsalçılar daha çox məhsul təklif edir. İqtisadi fəaliyyət canlanır. Məsələn, bir məhsulun qiyməti ilin əvvəlində 10 manatdırsa, ilin sonunda 11 manat ola bilər. İkinci növ, sürətli inflyasiya. Burada qiymətlər 10%-dən 20%-ə qədər artır. Artıq bu mərhələdə iqtisadiyyatda gərginlik yaranır. Məsələn, əgər aylıq ərzaq xərci 200 manat idisə, bir neçə ay sonra 240 manata qədər qalxa bilər. Üçüncü növ, hiperinflyasiya. Bu, inflyasiyanın ən təhlükəli formasıdır. İl ərzində qiymətlər 100%-dən artıq qalxır, yəni 2 dəfə, bəzən daha çox. Pul dəyərini tamamilə itirir, insanlar pul əvəzinə barter, yəni mal ilə mal dəyişimi etməyə başlayır. Məsələn, bugün bir çörək 2 manatdırsa, bir neçə ay sonra 5 manat, sonra 10 manat ola bilər. Hiperinflyasiya zamanı bank sistemi dağılır, sahibkarlıq iflis olur. Bazar tam qeyri-sabit hala gəlir. Deflyasiya nədir? İnflyasiyadan fərqli olaraq, deflyasiya qiymətlərin davamlı şəkildə aşağı düşməsidir. İlkin olaraq, bu istehlakçılar üçün xoş görünə bilər, amma uzun müddətli təsirləri iqtisadi durğunluğa səbəb ola bilər. Deflyasiyanın mahiyyəti nədir? Pulun dəyəri artır, yəni bir məhsul almaq üçün əvvəlkindən daha az pul kifayət edir. Ancaq insanlar gözləyir ki, qiymətlər daha da düşəcək. Bu zaman alış-verişi gecikdirirlər. Bu isə bazarda tələbin azalması deməkdir. Tələbin azalması nə ilə nəticələnir? İstehsal azalır, şirkətlər gəlir əldə edə bilmirlər, iş yerləri bağlanır, işsizlik artır. Nəticədə iqtisadiyyat deflyasiya spiralına düşə bilər. Sonda görünür ki, nə yüksək inflyasiya, nə də davamlı deflyasiya iqtisadiyyat üçün arzu olunan deyil. Ən ideal vəziyyət qiymət səviyyəsinin ölçülü və sabit şəkildə qalmasıdır.
Məsələn, ildə 2-3% inflyasiya iqtisadi aktivliyi stimullaşdırır, amma sabitliyi pozmur. Nəticə, inflyasiya və deflyasiya iqtisadiyyatın ən vacib göstəricilərindəndir. Hər ikisi pulun dəyərinə, istehsala, işsizliyə və insanların alış-veriş davranışına təsir edir. İnflyasiya qiymətlərin artması ilə, deflyasiya qiymətlərin azalması ilə xarakterizə olunur. Amma hər iki proses həddindən artıq olduqda iqtisadiyyatda balans pozulur. Diqqətinizə görə minnətdaram.